Əziz abituriyentlər və valideynlər, bu videoda mən sizə universitetə qəbul və kollecə qəbul haqqında ən vacib rəsmi məlumatları sizin diqqətinizə çatdıracağam. Bildiyimiz kimi, universitetə qəbul olan zaman fənlər üzrə heç bir limit yoxdur. Baxın, təkrar edirəm, universitetdə fənlər üzrə heç bir limit yoxdur. İstər 5-ci qrup olsun, 1, 2, 3, 4-cü qruplar olsun, istər buraxılış fənlər olsun və yaxud da blok fənlər olsun, limit yoxdur. Lakin kolleclərdə fənlər üzrə limit var. 9 illik kolleclərin ana dili 20, riyaziyyat 10 bal, xarici il isə fərqi yoxdur. Mütləq keçməlisiniz, ümumi isə 50 bal keçməlisiniz. Lakin fənlər üzrə limiti keçməyəndə qabiliyyət tələb edən ixtisasların qabiliyyətində iştirak edərək həmin ixtisası kodlaşdıra bilirsiniz. 11 illikdən isə kolleclər üzrə limit ana dilindən və riyaziyyatdan 10 bal keçməlisiniz, xarici dil isə fərqi yoxdur. Burada yenə də əgər siz hansısa bir fənlə limiti keçməmişsə, qabiliyyət tələb edən ixtisası yaza bilirsiniz və mütləqdir ki, onun da qabiliyyətindən keçməlisiniz. Qabiliyyət tələb edən ixtisaslar üzrə minimum bal 40, 30 olaraq dəyişir. Qabiliyyət tələb etməyən isə digər ümumi ixtisaslarda isə minimum limit 50-dir. Yəni 50 bal minimum keçid balıdır. 50 bal topladıqda ixtisas seçiminə buraxılırsınız. Bəzən 50 balla qəbul ola bilərsiniz, bəzən isə bu 100-150 balda ola bilər. Həm də ixtisasdan da və kollecdən də asılı olaraq dəyişir. Daha sonra gəldik universitetə. Universitetlər üçün bildiyimiz kimi 5-ci qrup, 1-ci qrup, 2-ci qrup, 3-cü qrup və 4-cü qruplar mövcuddur. 5-ci qrupda yalnız və yalnız buraxılış fənidir. Burada ana dili, xarici dili, riyaziyyatdır. Fənlər üzrə heç bir limit yoxdur. Əsas olur, ümumi balınız müsahibə şərtini ödəsin. Burada isə 50 bal, 60 bal, 70 bal, 80 bal, 100 bal və 120 bal olaraq ixtisaslar üzrə limitlər var. Və əlbəttə burada qabiliyyət imtahanı mövcuddur ki, hər hansısa bir sahə üzrə sizin qabiliyyətiniz varsa, gedib qabiliyyətdə iştirak edib, məqbul aldığınız təqdirdə həmin ixtisası yaza bilərsiniz. Lakin 5-ci qrupda qabiliyyət tələb etməyən dizayn ixtisası mövcuddur ki, bir çox yerlərdə yalnız buraxılış imtahanı nəticəsindən və heç bir qabiliyyət olmadan da qəbul ola bilərsiniz. Bu isə təxmini mən düşünürəm ki, 150-250 arası olaraq dəyişəcək və burada yalnız və yalnız buraxılış balıdır. Daha sonra qruplar barəsində məlumat vermək istəyirəm ki, deməli, həm alt qruplar var, 1-ci və 3-cü qrupda, həm də 2-ci və 4-cü qruplarımız mövcuddur. Bildiyimiz kimi, 1-ci qrupda RI və RK alt qrupu var, yəni həm kimya, həm informatika alt qrupu var. Burada da fənlər üzrə limit olmasa da, amma ümumi limit var. Necə? Deməli, blokdan 50, ümumi 150-ni keçdikdə kimya üzrə olan ixtisaslardan 150 bal ixtisasları yaza bilirsiniz və hətta 150